mümkündür ki, onun istədiyi namizəd qalib gələcək. Bunun yeni sağa açıqlamasında politoloq Abtalib Səmədov deyib. O, Roma papalığı üçün ABŞ prezidenti Donald Trumpa yaxınlığı ilə bilinən 76 yaşlı Raymond Burke'un namizədliyini verməsi məsələsini şərh edib. Müsahibimiz söyləyib ki, bu məsələdə seçimi kardinallar edəcək. Yeni Roma papasını kardinallar seçməlidirlər. Və burada kardinalların hamısı iştirak eləmir. Onların içindən seçicilər seçilir. Amerika Birləşmiş Ştatlarında prezident seçkilərində olduğu kimi. Və bugün bu post uğrunda iki grup mübarizə aparır. Liberallar və mühafizəkarlar. Sonuncu Roma papası Fransisk liberalları təmsil edir. Və təbii ki, onların şansı daha çoxdur. Çünki Fransisk öz imkanlarından istifadə elədi və seçicilərin deməli içərisinə öz adamlarını yerləşdirməyə cəhd göstərdi. İndi bu seçkidə səsvermədə 132 kardinal iştirak edəcək. Və onların içərisində Fransiskin kardinal səviyyəsinə qaldırdığı şəxslər kifayət qədər çoxdur. Bu səbəbdən hesab olunur ki, Fransiskdən sonra da liberalların qalib gəlmək şansı daha çoxdur. Trump'ın namizədinə gəldikdə isə Amerika Birləşmiş Ştatlarının deməli kardinal Raymond Burke bu seçkidə iştirak etmək istəyir və o mühafizəkardır, Fransiskin əleyhdarlarından olub və Trump hakimiyyəti ona dəstək verir. Çünki Trump'ın kabinetində katoliklər kifayət qədər çoxdur. Həm vitse-prezident J.D. Vance, həm Marco Rubio, həm Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi, hətta Səhiyyə naziri Robert Kennedy və digərləri katoliklərdir. Trump'ın namizədinin seçilmək şansı varmı? Təbii ki, var. Ancaq mən hesab edirəm ki, bu seçkidə liberalların qalib gəlmək şansı daha çoxdur. Çünki bundan əvvəlki vəfat edən Fransisk kifayət qədər ciddi hazırlıq görüb, kardinalların içərisində öz tərəfdarlarını artırmaq imkanından maksimum istifadə edib və tamamilə mümkündür ki, elə onun istədiyi liberal namizəd də qalib gələcək. Söhbət 70 yaşlı dövlət katibindən gedir, Pietro Parolin. Ehtimal olunur ki, elə seçkilərdə də Pietro Parolin qalib gələcək, liberalların namizədi. Ancaq təbii ki, heç də istisna olunmur və bu seçkilər Trump'ın katoliklər içərisində, kardinallar içərisində nə qədər nüfuzunun olduğunun da bir göstəricisi olacaq. Əgər onun istədiyi namizəd qalib gəlsə, bu bütün dünya üçün çox ciddi siqnal olacaq.